Qədirxan bayramı münasibəti ilə Xan Çay evində 100 ədəd döynər ehsan olunacaq və yanında da 100 dənə ayran. Demək, bu kafe elə bir dənə yerdədir ki, buraya gələnlər 80% kasıbdır. Bax, burada diryandır, qəqrandır, oranın əhalisi gedirlər işləməyə, fəaliyyətini edirlər. Gəlirlər burada, hətta liseyə qalanlar var burada. İnşallah, o ki, ailə başını itirən uşaqlarımız var, onlar gələrlər burada. Hətta kim də gələ bilmir, qardaş dedi ki, mən özüm apararam onların evinə. Allah Kərbəlayı sevərdiyin qardaşdan razı olsun. Allah bir də ki, o kömək eləyənləri dua edin. Ədəd ayıran, bax, bizə dastavkamız başlayıb. Bax, bizi dastavkamızı aparırlar. Allah qəbul tamamlasız aparır bunu.